Göyçaylı Arif Məmmədov, professor, filologiya elmləri doktoru, professor Arif Məmmədov. O Arif Məmmədov deməli əvvəlcə oxuyan olubdu, onun səsi batıbdı vaxtından əvvəl. Təsəvvür elə, o İranda, İran şahının huzurunda orada o oxuyubdu, oxumuş adam, uşaq vaxtı aparıblar oraya. Sonra gələn səsi batmışdı onun, eşitdiyim şeyləri danışıram mən. Gələndən sonra keçdi, daha o səsi batdığına görə elm sahəsinə oxudu, doktor oldu və bir zamanlar Azərbaycan televiziyasında bir dənə televiziya kanalı var da, hər həftənin bir günü, bir saat dayanmadan həmin professor Arif Məmmədov, bugün Göyçay Musiqi Məktəbi olan daşıyır. Orada da mənim rolum olubdu, mən çox yazdım, müəyyən şeylər elədim, qaldırdım, qızı ilə görüşüb, onları araşdırdım, elədim. Həmin Arif Məmmədov bir saat dayanmadan, heç yerə baxmadan Azərbaycan musiqisi haqqında o qədər gözəl söhbətlər aparırdı ki, adam müəttəl qalırdı.